Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə sonuncu dövlət qulu imtahanında istifadə olunmuş belə bir test tapşırığının izahına baxırıq. Bizdən soruşur ki, rənglənmiş hissənin sahəsini tapın. Fiqurumuza baxdığımız zaman bizim diqqətimizi çəkir. Baxın, bu fiqurumuz elə bilin ki, bir dənə dairənin, buradan dairə çəksək, dairənin elə bilin ki, bir dörddən bir hissəsidir. Yəni, bu sağ tərəf hissəsidir. Onda biz ümumi dairənin sahəsinin pi kvadrat olduğunu biliriksə əgər, bizdən də 4-dən 1 hissəsi verilibsə, biz bu 4-dən 1 hissənin sahəsini tapanda ümumi sahəni bölürük 4-ə. Yəni, pi r kvadratı bölək 4-ü almış oluruq. Buradan da biz bu çevrəmizin radiusunun 6 olduğunu bilirik. Buradan da 6'dır, buradan da 6'dır. Radiusun yerinə 6 qoyduğumuz zaman pi vuraq 6'nın kvadratı, yəni 36 pi bölək 4 alarıq. Bu da bərabərdir 9 piyə. Ümumi fiqurumuzun, bütöv bir fiqurumuzun sahəsi oldu 9 pi. Bunu buradan bir yerdən qeyd edək. 9 pi. İndi bunun daxilində verilmiş ağ düzbucaqlı üçbucağın sahəsini gəlin tapaq. Sonra ümumidən ağ düzbucaqlı üçbucağın sahəsini çıxartdığımız zaman bu rənglənmiş hissənin sahəsini tapmış olacaq. Düzbucaqlı üçbucağın sahəsi nə idi? Katitləri hasilinin yarısı. Yəni 6 vuraq 6, 36 bölək 2 alınır 18. Biz ümumi fiqurumuzun sahəsindən ağ üçbucağın sahəsini çıxdığımız zaman rənglənmiş hissənin sahəsini tapmış oluruq. Cavabımız olur 9 pi çıxaq 18, yəni D variantı.